keçsin daha sonra suallarımız. Axşamınız xeyir olsun, salamlayıram hər-birinizi. İlk öncə sabahı təbrik eləyirəm finala çıxmaq münasibəti ilə və öz futbolçularıma təşəkkür eləyirəm. Yaxşı bir oyun oldu, yaxşı emosiyalı bir oyun oldu. Belə əlbəttə ki, azarkeşlərimizə təşəkkür edirəm hər iki komandanın və inanıram ki, hər bir azarkeş zövq aldı oyundan və bu qədər. Buyurun, buyur Azər. Bilmirəm, başqa necə ola bilmirəm. Mənim fikir bildirməyim biraz, necə deyim, biraz fərqli alınar. Yəni, ümumən belə, yəni yaxından da görmək olurdu, uzaqdan da görmək olurdu ki, ələ dəydi, əllə oynadı və yaxud nədirsə, açıq ələ idi. Amma Rəhim müəllim açıqlama verəcək, yəni. Belə, düzdür, bəzən gəlib son saniyədə belə bir epizodun olması, əlbəttə ki, biraz daha da o mübahisəli epizodlara gətirib çıxarır. Amma ümumən belə, bəzən belə fikirlər bildiriləndə mənim tərəfimdən yəni başa düşülür ki, bəlkə mən rəqibin uğuruna və yaxud qalibiyyət nəsə bir irad bildirərəm. Qətiyyən yox. Yəni, haqq etdikləri qalibiyyəti əldə elədilər. Əgər onlar bunu qalib qazandılarsa, yəni onların haqqı idi. Amma ümumən belə, sadəcə penalti epizodu, ümumən baxsaq, zaten penalti, yəni biz 2-2 olsa da, bilmək olmaz, elə vuracağı da vurmayacağı, sonra yenə 10 nəfər sonra kimi 30 dəqiqə yenidən oynamaq, bu yorğun bir vaxtda, bu əlavə bir güc də apara bilərdi, ümumi belə. Amma yəni mən penalti kimi gördüm, bir futbolçu kimi, bir məşqçi kimi. Amma mən belə olur da, yəni olan şeylərdir. Buyurun. Sualı başqa bir forması. Son oyunların bir neçə maçda VAR-a ümumiyyətlə baxırdınız. Siz həm icra komitəsi üzvüsünüz. Niyə belə bir etik anlarda ən azı VAR-a baxırdınız? Bu nədən sizə düşür? VAR deyir ki, baxılsa, nə bilim, çox olur belə epizodlar. Hə, baxılsa yəqin hansı problemlər olardı belə ki, ora VAR-a gedincə, sən VAR-a getmək o deməkdir ki, bir %90% fikrini dəyişməlisən. Ümumiyyətlə VAR-a çağırılanda bir %90% deməli boşuna çağırırlar. Ona görə də bu fikir dəyişilməli. Bəzən bəlkə olan epizodlarda bəlkə bilmirəm çağırılmır. Mən biraz məndən bir uzaq bir belə deyək də sahədir, amma yəqin açıqlama verəcəklər. Mən belə icra komitəsində mən nəsə bildirib, yəni o çünki bizdə VAR sistemi biraz fərqli belə deyək də bir qurumdur belə deyək. Buyur Xanoğlu. Oyundan sonra baş verənlər sanki məğlub elədilər, Xəzərlənkəran Neftçi finalından sonra baş verənləri xatırlatdı. Yaxşı oyun olduğunu şərh etdiniz. Maraqlıdır, oyundan sonra çox qalmaqalar necə şərh edilərsiniz? Biz bu baş verənlərlə irəli gedə bilərik, yoxsa geri qalır həmin oyunlardan baş verənlər? Mən inanmıram, belə qalmaqal məncə sadəcə futbolçularla, bəlkə hakimin arasında oldu deyəsən, deyilmi? Yoxsa belə yox, onu görmədim, yəni bilmədim onu. Sadəcə ümumiyyətcə, belə mən çıxdım, sanki belə səs-küy var idi, belə yəni desən kimsə kimi vurdu, belə bir şey mən görmədim. Amma ümumən biz belə bu emosiyalar bəzən futbolu daha da gözəlləşdirir, ümumiyyətcə intriqanı daha da artırır. Yəni bu düzdür, bəzən nadir hallarda olur. Bəlkə il ərzində bir dəfə, iki dəfə hansısa oyunlarda belə olur. Amma bu futbolun belə deyək də silinməyən tərəflərindəndir. Hansı ki, yenə deyirəm ki, bu futbolda emosiyaları daha da genişləndirir və daha da marağı artırır. Yəni bu normal hallardır. Biz hətta Çempionlar Liqasının finalında bəzən belə şeylər görürük. Dünya çempionatlarında bunu görürük. Sadəcə bizdə biraz belə deyək də biz
daha çox bir-birimizi tanıyırıq, daha çox bir-birimizə yaxın belə ünsiyyətdə oluruq, daha çox dostluq, belə deyək, münasibətlər olur. Ona görə bəzən görsən belə hallar biraz xoş gəlmir, amma bu yəni yenə qeyd edirəm ki, bu emosiyalar futbolu daha da gözəlləşdirir və intriqanı daha da artırır. Amma bağımsızlıq ya da fərqli formalarda, ümumiyyətlə bu mövsüm, məsələn, son zilə Neftçi oyununda, Yaltovuz, zilə oyununda, yəni daha çox oyundan kənar məqamlar müzakirə olunur. Siz qaliba baş məhdisi yox, Azərbaycan futboluna ən çox xidmət edən şəxs kimi, futbol adamı kimi, Azərbaycan futbol adamı kimi. Bu baş verənlər sizi narahat edir. Ümumi halalla belə yəni zaten sonda bütün biz bu intriqalara baxsaq hakimlərin qərarlarından sonra baş verənlərdir. Yəni baxsaq belə oyunun gedişatında hansı ki son dəqiqələrdə və yaxud oyunun ortasında sadəcə belə deyək də hakimlər o qədər onlara belə baskı oldu ki, hər tərəfdən baskı olur ki, onlar özlərini bəlkə də bəzən bilmirlər necə idarə eləsinlər. Özləri bu dəqiqə axtarsan belə, özləri oturub bir 10 dənə epizodu analiz eləsinlər, məncə bəlkə də düzgün analiz eləyə bilməyəcəklər. Hərəsi bir fikir bildirəcək. Yəni, o dərəcədə bu hallar çoxaldı. Sadəcə biraz yəni hal-hazırdakı belə deyək də hakimlərin necə deyim o halına mı deyim, durumdan deməyim, belə pistə çıxmasına yazığım gəlir. Ümumən baxanda yəni əgər meydana çıxıb bilmirlərsə ki, birdən səhv eləyərəm, birdən nəsə hansısa bir qərar verərəm, yəni o cür idarə edilərsə bu həyəcan %100 olacaq və həyəcan olan yerdə də səhv %100 olacaq. Ona görə biraz belə məncə biz sakit bir formada bu ili başa vurmalıyıq. Mən həmişə demişəm ki, biz bəli fikir bildiririk, fikir bildirmək o demək deyil ki, biz özümüzü nəyləsə sığortalayırıq. Yox, mən məsələn bugün əvvəlki oyunlarda da fikirlərini bildirmişdim ki, komandam daha yaxşı oynamalıdır, daha yaxşı xarakter göstərməlidir, daha aktiv olmalıdır. Və mən bugünkü oyundakı o emosiyaları, bugünkü oyundakı məsuliyyəti məsələn mən belə deyək, Çempionlar Liqasından ki, son oyunumuzdan sonra mən onu çox axtarırdım, onu geri qaytarmaq istəyirdim. Bugün mən onu gördüm. Bugün o xarakter, meydandakı vuruşqanlıq, meydandakı o birlik, kollektiv, mən bugün gördüm onu. Bunu çox mən istəyirdim ki, bu geri dönsün. Düzdür, sonunda məğlub oldu, amma buna baxmayaraq mənim üçün vacib olan, mən onu udum bugün. Yəni, o mənə bugünkü gün futbolçuları və mənim inamımı geri qaytarmaq üçün böyük bir səbəb oldu. Ona görə bugün hakimlər də yaxşı bir formada oyunu ili başa vursalar, məncə yaxşı olar ki, gələn il daha ayıq başla, daha belə diqqətli, daha fikirlərini cəmləşdirib gələn sezona hazırlaşmağa. Sadəcə bugün, yəni belə deyək də, hamısı bizim həmvətənlərimizdir, hamısı bizim Azərbaycanlılarımızdır. Mən istərdim ki, onlar daima özlərini inamlı aparsınlar, inamlı hiss etsinlər meydanda. Yəni bilsinlər ki, biz məşqçilər olaraq da, futbolçu komanda olaraq da onların yanındayıq, onların səhvlərinə, onların idarəçiliyinə biz hörmət yanaşırıq. Amma sadəcə o dediyim kimi çoxlu baskı onları, yəni mən bir mütəxəssis kimi görürəm ki, qərarlar, səhvlər yəni çoxdur. Çoxdur. O da bilmirəm belə onlara necə o iradalar bildirilməlidir. Buyurun. Futbol temasında da sizin dönemde ilk defa yanında bir defa olmuştu. Allah'tan çıkmıştınız. Yani Özkan Liman'la bitirmişsiniz, başa vurursunuz. Özlüğünüzde için təəssüratlar, yani ne derse düşünüyorsunuz? Ne derse toparlanabileceksiniz? Ümumiyyətcə, dünya futbolunda bu gözlənilən hallardır. Bəli, yəni belə hallar olub. Yəni, düzdür, mən Qarabağda olanda bir il Avrokuboklara getmədik. Və çempion olmayan ili də kuboku, onda da kuboku da udmadıq deyəsən. Yəni, Yox, biz 2021-ci ildə bundan əvvəl Neftçidə çempion olanda biz o ili də
kubokda da biz kubokdan da çıxmışdıq da. Ümumiyyətlə belə hallar olur. Mən biraz indi siz də çoxdandır o qədər müsahibələr, o qədər suallar vermisiniz ki, ümumiyyətlə yəni Çempionlar Liqası yəni bizim üçün bizi biraz çox yordu. Belə də suyumuz çıxdı belə deyək də. Ümumiyyətlə biz Avropa böyük komandalara, klublara baxsaq, çoxunda eyni situasiyadır. Yəni çempionatda yəni onların göstəriciləri istər Real Madrid olsun, istər bilmirəm Liverpool olsun. Məsələn Liverpool keçən il belə deyək bir nəfəsə çempion olmuşdu. Yəni sona kimi o cür komanda idi. Yəni bir nəfəsə çempion olmuşdu, amma bu il yəni onların problemləri çox oldu. Bu il Avrokuboklarda oynayan komandaların çoxunun yəni. Bu gün məsələn biz Arsenalda eniş görürük. Məsələn o turnirdə hər bir addım irəli getdikcə o həyəcan, psixoloji yorğunluq, gərginlik bunlar çoxalır. Və biz şükürlər olsun Allaha bu illərdə çox yəni bu şeylər belə hallarla rastlaşdıq və bacardıq. Sadəcə bu il bəli bəlkə çempionata tam istədiyimiz kimi hazırlaşa bilməmişdik, fikrimizi tam yönləndirmişdik Çempionlar Liqasına, amma hər bir halda yəni hətta Sir Alex Ferguson deyirdi ki, bir komandanın ömrü 3 il, 4 il maksimumdur. Yəni bir kollektivin, yəni bir uğur, bir zolağı olur. Yəni o 3-4 il maksimum. Biz şükürlər olsun Allaha belə yəni neçə illərdir qaldıq belə, sadəcə arada bir il çempion olmadıq. Ümumən belə yəni biz yenə də o məsuliyyətli idik. Sadəcə o futbolçuların belə deyək də onların insandırlar, bunlar robot deyirlər. Bunların bir necə deyim, o beyninin, zehninin bir sakit vaxtları olur. Yəni o həddindən artıq az idi bizdə. Amma digər tərəfdən, yəni bu komandalar bugün götürək məsələn Sabah, Neftçi və digər komandalar, bunlar yəni illərdir buna hazırlaşırlar, illərdir bu səviyyəyə gəlib çıxmaq istəyirdilər və onlar illərdir bu yöndə idilər. Biz də məsələn bundan neçə illər əvvəl belə deyək də bir 3 il, 4 il belə bir mübarizə apardıq, yığışdıq, gəldik, müəyyən bir səviyyə çatdıq və o səviyyəni qoruyub saxlaya bildik. Amma ümumən belə yəni mən məsələn bir belə ciddi bir narahatçılığım yoxdur. Çünki mən işin belə deyək də içindəyəm və o çatışmayan belə deyək də problemləri mən bilirəm. Ola bilər ki, bəli, gələn ildə məsələn hansısa bir bizim çatışmazlığımız olsun. Gələn il yenə bir yaxşı bir komanda formalaşdırmaq üçün, daha da işimizi yaxşılaşdırmaq üçün hansısa bir addımlar atmaq istəyək, amma istədiyimiz kimi alınmasın. Yəni bunlar ola bilər. Sadəcə mən həmişə bildirmişəm fikirlərimdə, bu o demək deyil ki, biz bacarmayacağıq və yaxud biz bunu bacarmadıq və yaxud biz ruhdan düşdük. Bu o demək deyil. Yəni cəmaət də illər boyu hazırlaşırlar, cəmaət də digərləri də yəni çempion olmaq istəyirlər, titul əldə etmək istəyirlər, yəni böyük turnirlərdə iştirak etmək istəyirlər. Yəni onlar da boş durmurlar. Yəni ona görə sadəcə bu intriqa böyüyür. Daha da mənə elə gəlir ki, qarşıdakı oyunlar, qarşıdakı çempionatımız daha da maraqlı olacaq. Yəni mən bu hallara ancaq sevinirəm. Bəli, mənə rəqibdilər, Qarabağa rəqibdilər, böyük rəqibdilər, ciddi rəqibdilər, amma yəni biz sevinməliyik buna. Ki, digər komandalarımız yavaş bu il biri, gələn o biri, başqa ili digəri, belə yavaş-yavaş o intriqa daha da böyüyəcək və biz belə deyək də bir komanda ilə bir klubla böyüyə bilmərik. Yəni bir sistemlə biz böyüyə bilmərik. Ümumi Avropa futbolunda ölkə olaraq. Ona görə bunların böyüməsi, yəni biz bunu normal qəbul etməliyik. Bəli, belə emosiyalar olacaq, məğlub olacağıq, üzüləcəyik, qalib gələcək, sevinəcəyik. Amma hər bir halda yəni məncə ümumiyyətlə son sabahlanki oyunlar bəli məğlub olduq, yəni onların üstünlüyü oldu, amma ümumi belə çox hər bir oyun, maraqlı bir oyunlar alındı və azarkeşlərimiz düşünən zövq aldılar və hər iki komandaya, hər iki komandanın rəhbərlərinə, hər iki komandanın futbolçularına, məşqçi heyətinə təşəkkür edirəm ki, azarkeşlərimizə belə bir futbol zövqü yaşatdılar. Bəli, bizim azarkeşlər biraz üzüldülər, amma üzülməyə düşünürəm ki, ehtiyac yoxdur. Çünki bizim azarkeşlər illərdir biz məğlub olur,
qalib gələ, bir yerdə olmuşuq, yıxılmışıq, durmuşuq. Yəni o qədər olub ki, belə hallar. Hamımız bir yerdə inşallah inanıram ki, belə oyunlar həmişə ümumi belə deyək, ailəni hamı qarşı daha da möhkəmləndirir və daha da belə deyək, məsuliyyətli edir. Buyurun tamam. Futbolçular bağlı bir detal maraqlıdır. Newcastle-da çox yaxşı 90 dəqiqə keçirdi tədavi. Oradan qayıdandan sonra demək olar ki, oyunlarda görmədik və Bəhlulun zədə almasından sonra daha çox Silvan stoper kimi görünür və Sargent demək olar ki, çox faydalı şəmsələr çox aşağı düşdü. Maraqlıdır, Bəhlulu ora qoyub Silvanı Sargent'da oynatmamaq, daha doğrusu tədavini. Bu nə ilə bağlı idi? Xüsusi bir səbəb varmı? Səbəb bəlkə səbəb var, amma Bədavi bizim təcrübəli oyunçumuzdur və mən belə deyək, Mateus Silvanı bugünkü gündə mən istəyirəm ki, daha da necə deyim, belə bərk stoper olsun, daha da sağlam, daha da orada təcrübəsi artsın. Yəni biraz ona o zonada daha çox şans verirəm. Və Bədavi qarşıdakı onlarda da bu hal ola bilər. Qarşıdakı onlarda yəni dediyin o üçlü, dörtlü müdafiə də ola bilər. Amma hər bir halda Bədavi təcrübəli oyunçudur. Biz istənilən an onun yəni meydana buraxa bilərik və istənilən an onun oyunundan ondan faydalana bilərik. Amma ümumən belə biraz belə deyək də öz səbəblərimiz içəridə qalsın da səbəblərimiz tam olaraq. Buyurun. Mövsüm əvvəlində tempin oyunun dayanmalarını, tempin zəif olmasından şikayətiniz, narahatlıq var idi. Axtardığınız temp bir anda belə baxdıqda oyuna hücuma qarışmışdı. Yəni 10 nəfər Qarabağ, 10 nəfər Sabah. Yəni biz hücumların sayını artıq itirirdik yavaş-yavaş. Yəni axtardığınız temp buydu və bu temp idimi bəlkə də sizi biraz geriyə atan, yoxsa necə nə düşünürsünüz? Ümumiyyətcə, yəni bugünkü oyunun tempini belə deyək də, yaxşı eləyən həm də Rəvan idi. Yəni ümumiyyətcə Rəvanın oyunlarında yəni top demək olar ki, nadir hallarda dayanır. Yəni biraz onun o üstün cəhəti odur. Biraz o hər deyən, hər belə deyək də epizoda fit çalmır, hər qışqırığa fit çalmır. Ümumən o biraz sona kimi avantaja buraxır. Yəni hakimin də rolu böyükdür burada, ümumiyyətcə tempin artmasında. Həm də ki, əlbəttə ki, yəni rəqibin biz bugünkü oyuncularına baxsaq, istənilən mövqedə onların çox sürətli oyuncuları var. Yəni çempionatda bizi geri atan isə dediyim kimi, yəni bizim ümumi biz həm fiziki, həm psixoloji, yəni biraz yorğunluğumuz çox idi və buna baxmayaraq digər tərəfdən də əlbəttə biz rəqiblərin oyununu, onların kollektivlərini daha da dəyərləndirməliyik ki, ümumiyyətcə böyük ehtimal legioner limiti götürüləndən sonra daha da biraz hər bir rəqib daha belə deyək, Lord Leds'e güclənib. Buna baxmayaraq yəni sabahla oyunlar, yəni son oyunlar da, son neçə oyunda oynayırıq. Yəni temp hər bütün oyunlarda olub. Bugünkü onlar daha yuxarı idi. Onun səbəbi Rəvan idi yəni deyirəm. Başka sorular? Buyurun. Bugünkü oyunda gördük ki, artıq Kopaski'nin komanda üçün rolu nə qədər böyükdür. Mövsümün sonunda komandadan ayrılmaq ehtimalı, yəqin ki, təkliflər var. Yəni ayrılmaq ehtimalı nə qədərdir? Düzü təklif ona real olaraq qışda daha çox idi. Qışda real təklif var idi. Amma mən hələ elə bir real təklif eşitməmişəm. Mənə bildirilməyib heç nə. Və onun da hal-hazırda bizlə müqaviləsi var. O biraz sonlara yaxın yəqin, sezon sonuna yaxın yəqin ki danışığımız olacaq və bildiriləcək. Buyurun. Rəvan Hamzazadənin oyun tempini salmaq dediniz. Bu bir neçə dəfə demişsiniz. Bəli, demişəm, bəli, tamam, doğru. Məsələn, mənim maraqlı qırmızı vərəqə epizodu idi. Sizcə qırmızı vərəqə epizodu %100 qırmızı idi, yoxsa orada sarı ilə kifayətlənib oyunun tempini daha da yüksək saxlayabilir?
Sən nə fikirləşirsən? Məncə deyil. Elə düşünürəm. Mən epizoda baxdım. Mən sadəcə məncə yəqin məni hamı səmimi qəbul edirlər, həm qarşı tərəf, həm sizlər də belə. Həm belə mən Rəvana elə bir ilk sıradan sonra yaxınlaşdım. Deyirəm ki, Rəvan bu ilk olaraq sənə yaraşmayan qırmızı idi. Sənin hakimliyinə yaraşmayan qırmızı idi. İkinci də epizoda baxdım, biraz belə deyək də bu cür oyunda çox sərt qərar idi elə bir. Yəni sərt qərar idi, çünki orada top da vurulmuşdu. Sonra Kuchalski də yəni üzü o tərəfə idi. Yəni Şimiç də topdan sonra üzü qapıya tərəf yox, digər tərəfə gedir. Bizim iki oyunçu gedirdi və onların oyunçusu da topa gedir. Bilmirəm, belə biraz həqiqətən məncə də biraz ağır qərar idi. Ona görə biraz yenə də Rəhim müəllim gözləyərik inşallah. Fikir bildirər. Deniz Ateşbiklə bir fikir ifadə maksimum Kuchalskiyə sarı vərəqə verilə bilər. Siz o tərəfdən açıqlamaya razısınız yoxsa necə? Yəni mən eyni qaydada belə, yəni Maksimum sarı idi sizin fikriniz. maksimum bilmirəm, yəni qırmızı yox idi. Sarı da versə bəlkə daha ədalətli olardı, amma yəni qırmızı dediyim kimi çox ağır qərar idi. Eybi yoxdur, biz necə elə bil biz məşqçi olaraq səhvlər elə böyümüşük. Yəni o qədər səhvlərimiz olub ki, yəni o səhvlər bizi belə deyək də böyüdüb və mən yenə deyirəm ki, mən çox istəyirəm ki, bizim hakimlərimiz haqqında bu qədər fikir bildirilməsin. Bu qədər necə fikir bildirilsin, xoş daha yaxşı fikirlər bildirilsin. Amma negativ fikirlər bildirilməsin. Təki bu səhvlər belə deyək də mən biraz Nərimanı misal gətirəcəm ki, o Nərimanın o epizodu onu daha da böyütdü. Ondan sonra nə cür qol vurdu və nə cür fayda verdi, amma sonradan yazığı biraz çox sıxmaq olmaya salındı. Amma bu cür əgər səhv idisə, mənə elə gəlir ki, bunun gələcəkdə elə bir yerdə, bəlkə Avropanın elə bir oyununda o daha doğru qərar verəcək bu epizoda görə, ona görə Azərbaycanın adı daha da böyüyəcək, daha da tanınacaq, Azərbaycan hakimliyi daha da yuxarıda olacaq. Ona görə biraz sadəcə bu səhvlər gələcək üçün belə deyək də yaxşı belə deyək fikirlər səsləndirsin və hakimlərimiz də o səhvlərdən daha da faydalansınlar. Çünki insanı böyüdən səhvlərdir. Ümumiyyətcə, yəni insanı, komandanı böyüdən, məşqçini böyüdən məğlubiyyətlərdir və hətta böyük məğlubiyyətlərdir. Yəni bu hallar olur, yəni bunu biz məncə normal qəbul edirik. Sadəcə belə deyək, sonda hamımızın fikri elə bil belə deyək də Azərbaycan futbolunun inkişafı üçün faydalı olsun. Yəni belə şəxsi olmasın da yəni. Məşqçini səhvlər böyüdür, futbolçunu böyüdür, amma hakim bu qədər əziyyəti yerə vurur. Bugün vurulur, sabah inşallah olmaz da sabah. Bizdə bu gün sabah dediyə artıq 6-7 turda yeyirlər. Bir vaxtda canı sağ olsun. Güzel. Buyur xanım. Biz sizin səmimiyyətinizə inandığımız kimi, yəqin siz də bizim səmimiyyətimizə inanırsınız və sizin səmimiyyətinizə sökülən cavab istəyirəm. Hakimlərin bu səhvlərin böyütməsini dediniz. Həqiqətən bizim hakimlərin potensialı bu səhvləri edəcək qədər aşağıdadır? Bizim hakimlərimiz var, yəni onların potensialı çox yuxarıdır. Bəzən mən də üzülürəm ki, bizim çox potensiallı hakimlərimiz belə texniki səhvlər eləyirlər. Mən ona görə deyirəm ki, bu il sanki hakimlər üçün bir, necə deyim, o, nə deyirlər, belə bir qara bir kabus, ay sağ ol, bəli, tamamilə doğru. Kabus bir il idi. Sadəcə mən, çünki bundan əvvəl də bunlar hakimlik edirdilər. Yəni biz onların qərarlarını görürdük, onların səhvlərini biz nə cür etdiklərini necə deyim, görürdük. Yəni bəzən həqiqətən görmədən olurdu, bilmədən olurdu. Sadəcə indi sanki biz necədir, elə bil o qədər qaydalar var elə bil. O qədər qaydalar qoyulub ki, və müzakirə olunan qaydalar da belədir. Biz ümumi baxsaq, məsələn, oyundan sonra hansı ki, mübahisəli epizodlar onlar haqqında fikirlər bildirilir.
Baxsan eyni epizoddur, məsələn də eyni oxşar epizodlardır, birində belə, o birisində belə. Oxşar epizodlardır, birində kart, birində nə bilim heç nə yox, birində sarı, birində qırmızı. O qədər belə sanki bir qarşılıq olub, bunlar da belə yəqin cərimə eləməzlər. Mən sanki başlarını itiriblər elə bir. Ona görə biraz belə bu ilki kabus belə deyək də götürürlər inşallah gələ. Amma bizim yəni hakimlərimiz zaten bizim hakim bazamız olub. Yəni bizim əgər çox kabus dönəmi yaşanır. Avropada idarəsi belə səhvlər yox hakimlərimiz. İnşallah olmaz da. Biz pozitiv yanaşaq da yenə də. Çox sağ olun. Oldu. Sağ olun.